Tural müəllim, bəzən məcburiyyətdən, yəni başqa yol qalmır. Adam xəstədir, oruç tuta bilmir. Şəxsən mən uzun illər, hər il oruç tutmuşam. İndi bu il çox təsadüfdən sağlamlığımda problem yarandığı üçün oruç tuta bilmirəm və bundan çox narahatam. Bax, mən və mən qismində olan adamlar çoxdular. Bax, onlar neynəsinlər ki, bax, belə o vicdan əzabı çəkməsinlər və yaxud o narahatlıqlarını neynə sakitləşdirə bilərlər? Təbii ki, Ramazan ayında çox təəssüf ki, əksər vaxtlarda ümumiyyətlə bizim bəzi din xadimləri də, müxtəlif bəzi şəxslər də bunun ancaq oruç tutmaq tərəfini qabardırlar. Yəni, insanlarda belə bir fikir formalaşıb ki, Ramazanda insan yalnız oruç tutmaqla nəsə əldə edə bilər, nəsə yaxşılıq qazanmış olar. Ancaq təbii ki, bu cür deyil. Oruç tutmaq, Ramazan ayında ac qalmaq həmin sıralanmayan fəzilətlərin sadəcə biridir. Yəni, ona görə də narahat olmağa dəyməz. İkinci bir tərəfdən də Quran-ı Kərimdə insanlara buyurulur ki, Allah heç kəsi bacardığından artıq yükləməz. İkinci bir tərəfdən Bəqərə surəsinin 183-185-ci ayələrindəki Ramazan orucu fərz buyurulur. Orada eyni zamanda necə deyərlər, məhsul şəxslər, mükəlləf şəxslərlə yanaşı, üzürlü şəxslər də qeyd olunur ki, xəstələr və səfərdə olanlar oruç tutmasınlar və bu şəxslər fidyə verə bilərlər və yaxud da mümkün olduğu vaxtlarda sonra orucun qəzasını tutarlar. Yəni, bundan narahatlıq keçirməyə dəyməz, çünki hətta elə hal ola bilər ki, insanın oruç tutması haram olmuş ola bilər. Baxmayaraq ki, Ramazan ayında oruç vacibdir. Çünki Quran-ı Kərimin digər ayəsində buyurur ki, bilərəkdən özünüzü təhlükəyə atmayın. İnsan yəqin eləsə ki, onun oruç tutmağı onun ölümünə səbəb ola bilər, onun xəstəliyini şiddətləndirə bilər, onun tutduğu oruç qəbul deyil. Tutsa da, özünü məcbur edib tutsa da o qəbul olmayacaqdır. Çünki burada ilahi ədalət var. İnsan öz cisminə də zülm etməməlidir axı. İnsan ibadətdən zövq almalıdır. Odur ki, oruç tuta bilməyən insanlar ki, müxtəlif səbəblərdən narahat olmağa dəyməz. Digər xeyirxah əməllərlə sanki onu əvəzləmiş olarlar. Həmin ayda qeyd etdiyim kimi, buyurur ki, hətta bir xoş söz də sədəqədir. İnsanlara bir yolla keçmək istəyən bir yaşlı insanı yoldan o üzə keçirmək də sədəqədir. Hər şeyi maddiyata da bağlamaq doğru deyil. Bəzən insanlar hər şeyi iftar süfrəsi, ancaq mədə və qarın elə bir təsəvvür yaradılır ki, ancaq iftar, az qalmaq, nə yemək alım, axşam xurma ilə açım, səhər suyun. Bu ancaq elə maddi, bu cismani məsələlərə gətirirlər bu söhbəti. Yəni, bu doğru deyil. İnsan mənəvi ruhaniyyətini qidalandırmaqla məşğul olmalıdır ki, mən bugün nə içdim, nə yedim yox, mən bugün nə düşündüm, kimə yaxşılıq etdim, hansı xeyirxah əməli gördüm, tutaq ki, hansı qocalar evində, hansı yetimlər evində, hansı xeyirxahlığı fəaliyyəti göstərdim və yaxud da hansı kasıba imkansıza iftar süfrəsi açdım. Yəni, bax, bunları düşünməlidir və bu cür xeyirxahlıqlarla da o tutmadığı orucu, necə deyil,